Hansı əşyalardan məndə sadəcə bir ədəd var və daha çoxuna da ehtiyacım olduğunu düşünmürəm. Birinci əşya bel çantasıdır. Artıq 5 ildir ki, bu The North Face firmasından bel çantasını istifadə edirəm. Abituriyent vaxtı dərsə də bundan gedirdim. Hal-hazırda da səyahətlərimdə istifadə edirəm. Çantanı 14 yaşımda olanda seçmişəm, amma rəngini, formasını, hər şeyini hələ də çox bəyənirəm. İkinci ətir, parfüm. Həmişə sadəcə bir ətir istifadə edirəm. Bu qutu bitənə qədər yenisini almıram. Ola bilər bu bitəndən sonra gedib fərqli ətir alım, amma bu bitənə qədər almıram. Bu da hal-hazırda istifadə etdiyim parfümdür. Üçüncü, sadəcə bir ədəd idman ayaqqabım var. Həm qaçışda, həm cimdə bu ayaqqabını istifadə edirəm. Artıq o xarab olanda, işimə yaramayanda atıb təzəsini ala bilərəm. Və dördüncü, çamadan. Sadəcə bir ədəd böyük çamadanım var və bir ədəd kabin baqajı üçün çamadanım var. Və bu hissi də çox xoşlayıram ki, sadəcə bir bel çantası ilə, bir çamadanla bütün səyahət etdiyim ölkələri ancaq bunlarla olmuşam. Və həmin əşyalarla aramda sanki xüsusi bir bağ yaranır. Və hələ ki sonuncu, sadəcə bir ədəd qulaqçığım var. Bu AirPods-lardan başqa digər heç bir böyük qulaqlığa ehtiyac duymuram. Sadəcə biri mənə bəs eləyir. Əgər maraqlıdırsa, növbəti dəfə hansı əşyalardan sadəcə 2 ədəd alıram, ondan danışaram.